Qarabağın dünənki qələbəsi ilə bağlı təəssüratlarınız nələrdir? Yəni ki, biz fəxr hissi, qürur hissi keçirdirik ki, bizim komandamız özündən 10 qat, yəni daha qiymətli olan bir komandanı qalib gəlib, hətta geri dönüş eləyib. O sahədə uzağındayız. Məncə Qarabağ yaxşı oynadı. Başqa da bir şey demərəm, Qarabağ tərəfdarı deyiləm. Haranın tərəfdarısınız? Galatasaray. Galatasaray məğlub olursunuz amma çavrıqlıqlarınız yox. Bu haqqında danışmaq istəmirəm. Sevinirəm, amma elə də baxan deyiləm. Qurban yaxşı hazırlayır, amma şuralar yaxşıdır. Getdi, yəni orada qələbə də qazandı. Təbii ki, sevincimizdir, uğurumuzdur. Çox sevinirik o barədə. Fenerbahçe uduzmuşdu məsəl üçün Benfica'ya, amma biz Qarabağ onların həm qisasını almış ikincilikdən, həm də geri dönüşlərə qələbəni qazandı. Yəni qürur hissi keçirdi yəni çox. Portuqaliyada Benfica kimi belə bir klubu səfərdə qalib gəlmək çox böyük uğurdur. Təbrik eləyirəm. Gələcəkdə də uğurlar arzulayıram. Məncə Qarabağda da irəliləyir. Gələcəyi var da o klubun həqiqətən də. Həm də türklər falan da deyirlər məsəl üçün belə. Mən türk kanallarına da baxıram futbol barədə. Onlar da tərifləyir. Deyir ki, Qarabağın gələcəyi var da yəni. Valla rəfiqəmlə bir yerdə baxdıq. Daha çox o baxırdı. Mən də məcburi yanında oturmuşdum, amma çox gözəl keçdi oyun. Və həqiqətən də Qarabağla fəxr edirik ki, çox gözəl oyun apardılar, çox gözəl qollar vurdular və oyunu qələbə ilə bitirdilər. İlk hissəyə baxanda əsasən 2-0 geriyə düşdükdə biraz ümidlərimiz öldü, sözün açığı. Amma mən həmişə Qarabağa güvəndiyim üçün mən hər kəsə dedim ki, Qarabağ qələbə qazanacaq və hər kəsi təəccüblənərək yeni bir tarix yazdıq və bu tarixdə də Qarabağ qələbə qazandı. Portuqaliya bir neçə komandalarını da əvvəl məğlub eləmişdi. Sözsüz ki, Braqanı da nəfəs kəsən qarşılaşmada məğlub eləmişdi. Benfica da onlardan biri oldu. Yəni yeni bir tarix olduğu üçün sevindik. Qarabağa güvənimiz sonsuzdur. İnşallah bundan sonra da qələbələr davam edər.